Salam, oksidləşmə dərəcəsinin nümunələr üzərində tapılmasını izah edəcəm. Əvvəlcə yada salaq oksidləşmə dərəcəsini. Ümumiyyətlə biz valentlik anlayışı keçmişdik. Valentlikdən fərqli olaraq oksidləşmə dərəcəsi Rum rəqəmləri ilə deyil, ərəb rəqəmləri ilə göstərir və müsbət, mənfi və hətta 0 ola bilir valentlikdən fərqli olaraq. Valentlik isə Rum rəqəmləri ilə göstərirdi. Müsbət, mənfi olmurdu, heç vaxt 0 olmurdu. 1-dən 7-yə qədər qiymət alırdı. Eyni ildə oksidləşmə dərəcəsi də 1-dən 7-yə qədər qiymət alır, lakin müsbət və mənfi ola bilir. Biz valentlikdə keçmişdik ki, qələvi metallar litium, natrium, kalium, rubidium, sezium birləşmələrdə sabit bir valentlik göstərir. Burada da eyni ilə 1 olacaq, lakin müsbət 1 şəklində olacaq. Birləşmələrdə həmişə müsbət 1 şəklində oksidləşmə dərəcəsi göstərəcəklər. Bəsit halda isə digərləri kimi bütün elementlər bəsit halda 0 oksidləşmə dərəcəsi göstərir. Bu dediklərim yalnız birləşmələrə aiddir, birləşmələrin tərkibində. Eyni ilə biz öyrənmişdik ki, qələvi torpaq metallar kalsium, stronsium, barium, həmçinin sink, berilyum, maqnezium birləşmələrdə sabit 2 valentlik göstərir. Burada da qəbul edəcəyik ki, sabit müsbət 2 oksidləşmə dərəcəsi göstərir. Alüminium, bor sabit 3 valentlik göstərirdi. Burada da qəbul edirik ki, müsbət 3 oksidləşmə dərəcəsi göstərir. Flor sabit bir valentlik idi. Burada isə qəbul edirik ki, flor birləşmələrin tərkibində yalnız mənfi 1 oksidləşmə dərəcəsi göstərir və bəsit halda bilirik 0-dır. Amma birləşmənin tərkibində həmişə və həmişə istisnasız mənfi 1 oksidləşmə dərəcəsi göstərəcək. Hidrogenə gəldi. Hidrogen müsbət 1, mənfi 1 və bəsit halda da 0 olur. Bəs nə zaman müsbət 1, nə zaman mənfi 1 olur, onu qeyd edim, yada salın. Çünki bu önəmli məqamlardır. Metalların yanında hidrogeni biz götürürük mənfi 1, qeyri-metalın yanında isə biz hidrogeni götürürük müsbət 1. Səbəb nədir? Niyə belədir? Elektromənfilik sırası var. Elektromənfilik sırası belədir. Elementlərin flor, oksigen, klor, azot, yod, kükürt, karbon, fosfor, hidrogen, bor, silisium və metallar. Və bu sırada mən görürəm ki, ən güclü elektromənfi element flordur, elektromənfilik 4-ə bərabərdir. Soldan sağa getdikcə bu sırada elektromənfilik azalır. Deməli, mən burada görürəm ki, hidrogenin elektromənfiliyi metalların elektromənfiliyindən böyükdür. Hansı elementin elektromənfiliyi böyükdürsə, o elektron sıxlığını özünə tərəf dartıb mənfi yüklənəcək. Deməli, metallardan hidrogen elektromənfiliyi böyük olduğu üçün burada o mənfi 1 oksidləşmə dərəcəsi göstərir, metallar isə müsbət. Və yadda saxlayaq ki, metallar həmişə və həmişə müsbət oksidləşmə dərəcəsi göstərir birləşmənin tərkibində. Bəsit halda isə digər qeyri-metallar kimi 0. İndi gəldik, nə zaman müsbət 1 olur? Qeyri-metalların yanında bunu izah edək. Çünki digər qeyri-metallar bor və silisiumdan başqa elektromənfiliyi hidrogendən böyük olduğu üçün hidrogen burada müsbət bir oksidləşmə dərəcəsi göstərir. Çünki digər qeyri-metallar ondan elektromənfi element olduğu üçün elektron sıxlığını özünə tərəf dartır və qeyri-metal mənfi yüklənir. Nəticədə hidrogen müsbət 1 olur. Çünki cəbri cəm 0-a bərabər olmalıdır. Biri müsbət, digəri mənfi olmalıdır. Lakin 2 dənə istisna var burada. Silisiumdan bor elementidir. Niyə istisnadır? Və burada görürəm ki, borla silisiumun elektromənfiliyi digər qeyri-metallardan fərqli olaraq hidrogendən aşağıdır. Bu zaman elektromənfi element hidrogen olduğu üçün hidrogen bunlarla elektron sıxlığını özünə tərəf dartacaq. Ona görə hidrogen mənfi 1 oksidləşmə dərəcəsi göstərəcək. Yəni, silisium H4-də hidrogenin oksidləşmə dərəcəsi neçədir dedikdə, deyirik mənfi 1. Bor H3-də hidrogenin oksidləşmə dərəcəsi neçədir dedikdə, mənfi 1. Digər heç bir qeyri-metalda istisna yoxdur, yalnız bor və silisiumdadır. Bəsit halda isə hidrogen dediyimiz kimi 0 göstərir. Və burada bir məqama diqqət edilməli məqamdır. Çünki uşaqların çaşdığı yerdir. Deyir ki, müəllim siz dediniz ki, metalların yanında hidrogen mənfi 1-dir. Mənfi 1-dir. O zaman deyir ki, müəllim, natrium HSO4-də hidrogen oksidləşmə dərəcəsi mənfi 1-dir. Deyirəm, xeyr. Niyə? Çünki metalla təkbətək olarsa bu belədir. Bu natrium HSO4-ün quruluşunu mən burada yazsam, natriumdan hidrogenin heç bir elektron alış-verişi yoxdur. Hidrogen orada oksigenlə birləşir. Natriumdan heç bir birləşməsi yoxdur. İndi quruluşu yazacağam. Ona görə də burada hidrogen müsbət 1 olaraq qəbul olunur. Əsasən müsbət 1-dir. Nə zaman mənfi 1 olur? Mən onu dedim. Metalla təkbətək olduqda, məsələn, natrium H olarsa, burada natriumla hidrogen birbaşa
rabitə ilə birləşir, elektron alış-verişi var. Ona görə də burada hidrogen deyirəm -1-dir. Lakin burun quruluşunu indi mən burada yazıram. Orada natriumla hidrogenin heç bir əlaqəsi yoxdur deyə, ona görə də hidrogen orada -1 qəbul edirik. Quruluşu belədir natrium H4-ün. Bu duzdur. Oksigen vasitəsilə mərkəz atoma birləşirlər. Bu şəkildə görürük ki, natriumla hidrogenin heç bir elektron alış-verişi yoxdur. Ona görə də hidrogen -1-dir. Bu da belə. Bu məqama diqqət etməliyik mütləq. Gəldik oksigenə. Oksigen əsasən sabit iki valentliyidir. Oksijeşmə dərəcəsində biraz istisnalar var. Əsasən -2 götürürük əsasən. Lakin istisna olduğu hallar var. Harda istisnadır? Peroksidlərdə. Peroksidlərdə oksigen oksijeşmə dərəcəsi -2-dir. -1-dir, üzr istəyirəm. Məsələn, natrium 2O2, natrium peroksid, H2O2, hidrogen peroksid, kalsium O2, kalsium peroksid, barium O2, barium peroksid. Bunlar da -1-dir. Necə sübut edək -1 olmağı? Mən sabitlərə görə məhsulu tapa bilərəm. Necə sübut edək? Gəlin birlikdə sübut edək. Biz öyrəndik ki, natrium müsbət bir oksijeşmə dərəcəsi göstərir. O zaman natriumun üzərinə yazıram -1. Bu zaman hesablayanda 2-ni 1-ə vururam, 2-2-yə bölürəm, 1. Əks işarə ilə yazıram. İndi birazdan oksijeşmə dərəcəsinin tapılmasını izah edəcəm. Elə burada da izah edə bilərəm. Hidrogen oksijeşmə dərəcəsi əsasən dedik -1-dir. Yazıram üzərinə, oksigen axtarım, x qoyuram. 2-ni 1-ə vururam, 2, bölürəm bu 1 oksigenin ayağında 2 alınır, 1. Əks işarə ilə yazıram. Çünki bu müsbətsə bu mənfi. Həqiqətən də peroksidlərdə -1 imiş. Eyni ilə burada kalsium. Kalsiumun oksijeşmə dərəcəsi neçə idi? -2 qeyd elədim. Sabitə görə digərini tapıram. 1-i 2-yə vurdum, 2. 2-ni bölürəm bu 2-yə, eləyir 1. Əks işarə ilə yazıram, -1. Barium -2 oksijeşmə dərəcəsi göstərirdi. 1-i 2-yə vururam, 2, 2-ni 2-yə bölürəm, bir əks işarə ilə yazdım. Və yaxud cəbri zəm 0-a bərabər eləməklə də bunları tapa bilərdim. Gəlin bir dənə də o formada göstərim. Yəni o formada göstərim. Necədir o? Aha. O necə olur onu göstərim. Deməli, natriumu biz bilirik ki, -1-dir, qeyd elədim. Oksigeni bilmirəm, x deyirəm. Hərənin indeksini öz oksijeşmə dərəcəsinə vurub cəbri cəmi 0-a bərabər eləyirəm. 2-ni 1-ə vurdum, -2, üzərinə gəlirəm. 2-ni x-ə vurdum, 2x, cəbri cəm bərabərdir 0-a. Buradan hesabladıqda 2x bərabərdir, -2x bərabərdir, -1. Həqiqətən də bayaq dediyimizlə üst-üstə düşdü. Eyni ilə də burada. Yenə hidrogen -1, oksigeni isə x yazıram. 2-ni 1-ə vururam, -2, 2-ni x-ə vururam, -2x, üzərinə gəlib toplayıb cəbri cəmi 0-a bərabər edirəm. Yenə x -1 alınacaq. Yəni bu formada tapılır. Deməli, peroksidlərdə istisnadır. Oksigen -2 yox, -1 oksijeşmə dərəcəsi göstərir. Başqa harda istisna var idi? Başqa istisna superoksidlərdə var, ozonidlərdə var. Superoksid yazıram. Məsələn, kalium superoksid, kalium O2, sonra ozonid yazıram, kalium O3. Kalium biz bilirik ki, neçədir oksijeşmə dərəcəsi? -1 qələvi metaldır. O zaman gəlin oksigeni tapaq. Bura x deyək. Cəbri cəmi 0-a bərabər eləməklə 1-i 1-ə vururam, -1, üzərinə gəlirəm 2x-in, bərabərdir 0-a. Buradan hesablayanda 2x bərabərdir, 1 keçir bu tərəfə, əks işarə nə olur? -1, x də bərabərdir, -1 bölünsün 2, yəni -2-də 1. Deməli, superoksidlərdə oksigen oksijeşmə dərəcəsini necə götürəcəyik? -2-də 1. Ozonidlərdə də isə eyni qayda ilə tapsaq, -3-də 1 eləyir. Və yaxud bayaq dedim şifa üsulundan tapıram. 1-i 1-ə vururam, 1, 1-i 3-ə bölürəm, -3-də 1. Biri müsbət olanda digəri əks işarə ilə yazılır. Aha, və bir də fluorlu birləşmələrdə -1 və -2 ola bilir. Onu da izah edim. Bitirirəm. -1 və dedik -1 ola bilir. Fluorlu 2 birləşmə var. O fluor 2 və O2 fluor 2. Fluor dedik ki, həmişə neçə olur? -1. Aha, fluordan istifadə edərək digərini tapırıq. 2-ni 1-ə vurduq 2, 1-ə böldük -2. Əks işarə ilə yazdım. Burada da 2-ni 1-ə vurdum 2, bu 2-yə böldüm 1. Əks işarə ilə yazdım -1. Deməli, o fluor 2-də oksigen -2-dir, istisnadır. O 2 fluor 2-də -1-dir. Bu istisnalardan başqa harda oksigeni görsək, -2 qəbul edəcəyik. Yəni, məsələn, verib bizə deyək ki, H xloru 4,
H xloru 4. Fikirləşmədən burada oksigen neçə yazırsan? -2. Çünki heç bir istisna, əzbərlədiyin istisnada yox idi H xloru 4 maddəsi. Və yaxud kalsium O. Oksigen heç bir istisna yox idi. Bizim istisnamız kalsium O2 idi. Bu müsbət 2 idi. Hesab edəndə 1-i 2-yə vurdum 2, 2-ni 1-ə bölürəm. Əks işarə ilə -2. Bu formada. İndi gələk nümunələrin üzərində izah edək. Mürəkkəb maddələrdə. Aha, H2SO4 sulfat turşusu verilib. Məlumlara görə məhsul tapıraq. Hidrogeni əsasən neçə götürürdüm? Hidrogeni əsasən götürürdüm mən neçə? Burada verilib müsbət 1. Aha. Müsbət 1. O zaman burada qeyd edirəm. Üzərinə hidrogen müsbət 1-dir. Oksigen də əsasən -2, amma küçük dəyişkəndir. Mən onu tapmalıyam. Birinci cəbri cəmi 0-a bərabər eləməklə tapıram. 2-ni 1-ə vururam müsbət 2. 1-i x-ə vururam x. 4-ü -2-yə vururam -8. İşarəyə mütləq fikir verməliyik. Cəbri cəmi bərabər edirəm 0-a. Buradan hesablasaq x bərabərdir. Bu 2 bu tərəfə keçəndə olur mənfi. Bu 8 də müsbət mənfiyə vuranda eləyirdi mənfi. Bu tərəfə də keçəndə olacaq müsbət. Buradan hesablayanda eləyir x müsbət 6. Deməli küçükün oksidləşmə dərəcəsi neçəymiş? Müsbət 6 imiş. Bir də şifahi yolla hesablamağı öyrədirəm. Şifahi yolla necə hesablayardım? Yenə üzərlərinə yazın. Oksigen neçə idi? -2. Şurada axtarırıq. 4-ü 2-yə vururuq 8. Bu zaman işarəyə fikir vermirik. 2-ni 1-ə vurduq 2. Böyükdən kiçiyi çıxırıq. 8-dən 2 çıxırıq 6. Əgər küçükün ayağında hər hansı bir 2 falan olsaydı, o zaman həmin 6-nı 2-yə də bölərdim. Yəni, məsələn, bir dənə izah eləyim birini. Məsələn, H2, xrom 2, O4 deyib bu turşunu verib bizə. Yenə məluma görə nəyi tapırıq? Məhsul oksigen -2-dir, hidrogen müsbət 1-dir əsasən. Bu zaman 4-ü 2-yə vururam 8, 2-ni 1-ə vururam 2, 8-dən 6 çıxdım. Daha doğrusu 8-dən 2 çıxdım 6, 6-nı da 2-yə bölürəm. Üzr istəyirəm, burada 7 yazmalıydım. Burada 7 olmalıdır. 7-ni 2-yə vururam 14, 2-ni 1-ə vururam 2, 14-dən 2 çıxıram 12. Bu 12 də yoxdur birdən. Dedi ki 7-yə qədər qiymət alır. Deməli 12-ni bu indeksdəki 2-yə böləcəm, edəcək müsbət 6. Və yadda saxlayın, mərkəzi atom, yəni ortadakı element həmişə müsbət qiymət alır. Heç vaxt mənfi qiymət almır. Və yaxud da bayaqki qaydanın cəbri cəmi 0-a bərabər eləməklə tapa bilərik. H2SO3 verilib, karbonat turşusu. Yenə oksigen əsasən -2, hidrogen müsbət 1, 2-ni 1-ə vurdum 2, 3-ü 2-yə vurdum 6, 6-dan 2-ni çıxıram 4 və ortadakı həmişə müsbət olur. Və yaxud cəbri cəmi 0-a bərabər eləməklə də bir dəfə izah edeyim. 2-ni 1-ə vurdum müsbət 2, 1-i x-ə vurdum x, 3-ü -2-yə vurdum -6, işarəyə mütləq diqqət edirik. Cəbri cəmi bərabər edirəm 0-a. Bu zaman buradan hesablayanda x bərabər edir müsbət 4, eyni nəticəni aldıq. Növbəti H3PO4 orta fosfat turşusudur. Yenə oksigen əsasən -2, hidrogen müsbət 1, fosforu axtarırıq. 4-ü 2-yə vurduq 8, 3-ü 1-ə vurduq 3, 8-dən 3 çıxdıq, müsbət 5. İndeksdə heç bir rəqəm yoxdur, bölmürük. HNO3 nitrat turşusu, oksigen -2, hidrogen müsbət 1, 3-ü 2-yə vurduq 6, 1-i 1-ə vurduq 1, 6-dan 1 çıxdıq, müsbət 5. Və bunu qeyd edeyim ki, burada azotun valentliyi 5 deyil, amma oksijen dərəcəsi müsbət 5 ola bilər, amma valentlik biz demişdik fon, flor, oksigen, azot maksimum valentliyi yerləşdiyi qrupdan aşağıdır. Azot da 5-ci qrupda yerləşdiyinə baxmayaraq 5 valentlik göstərə bilmir. Ona görə də HNO3-də oksijen dərəcəsi 5 olsa da, müsbət 5 olsa da valentliyi azotun 4 qəbul edilir. Kalium sulfat duzdur. Kalium 2SO4. Burada yenə oksigen -2. Kalium qələvi metaldır. Qələvi metallar sabit bir valentli idi, oksijen dərəcəsi də müsbət 1 idi. Şurada axtarırıq. Həm iki qayda ilə 4-ü 2-yə vurduq 8, 2-ni 1-ə vurduq 2, 8-dən 2 çıxdıq 6. Ortadakı da həmişə müsbətdir. Kalsium nitrat bu duzdur. Mötərizə var. Mötərizə bizi çaşdırmasın. Mötərizəni gəlin vuraq, açaq, daha rahat olsun. O zaman bu mötərizə buna aiddir, N2 və buna aiddir. Oksigen də 6 olur. Aha. Oksigen əsasən -2 idi, kalsiumda qələvi torpaq metaldır, sabit 2 valentli idi, oksijen dərəcəsi də müsbət 2 idi. Hesablayırıq, 6-ni 2-yə vurduq 12, 1-i 2-yə vurduq 2, 12-dən 2 çıxdıq 10, 10-u bölürük azotun ayağına, müsbət 5 bu şəkildə.
İndi gəldik bura. Alüminium orta fosfat duzudur. Alüminium PO4. Yenə məluma görə məhsul tapıram. Oksigen -2-dir, alüminium isə sabit 3 valentlidir. Oksidaşma dərəcəsi müsbət 3. 4-ü 2-yə vurdum 8, 1-i 3-ə vurdum 3, 8-dən 3 çıxdım 5 və indeksdə heç bir rəqəm yoxdur. Bölmürəm, yəni 1-ə böləndə elə müsbət 5 olaraq da qalır. Burada yenə mötərizəni vururam, açıram. Alüminiuma aid deyil mötərizə. Karbon olur 3 dənə. Oksigen olur 9 dənə. Oksigen -2, alüminiumda sabit 3 valentlidir, müsbət 3. Bu zaman 9-u 2-yə vururuq 18, 2-ni 3-ə vururuq 6. 18-dən 6 çıxanda 12 və karbonun indeksində 3 var. 12-ni də 3-ə böləndə edir müsbət 4. Ortadakı həmişə demişik, mərkəzi atom müsbət oksidaşma dərəcəsi göstərir. Aha, indi gəldik burada. Bu turş duzdur, natrum hidrokarbonat, natrum HCO3. Burada yenə məlumları yazıram. Mənə məlumdur burada oksigen, məlumdur hidrogen, məlumdur natrium. Qələvi metaldır. Gördünüzmü? Burada hidrogenin -1 yox, müsbət 1 götürdüm. Metalla təkbətək, yəni orada karbon oksigen olmasaydı, yalnız natrium hidrogen olsaydı, bəli, orada hidrogen -1 olardı. Lakin belə olmadığı üçün burada hidrogeni müsbət 1 qəbul edirik, karbonu axtarırıq. Aha. Qayda nə idi? Cəbri cəmi 0-a bərabər eləmək. 1-i 1-ə vururam, müsbət 1, üstünə yenə 1-i 1-ə vururam, 1, üzərinə gələn 1-i x-ə vururam, x, üzərinə gəlirəm, 3-ü -2-yə vururam, -6 işarəyə diqqət. Cəbri cəmi neçəyə bərabər edirəm? Molekul olduğu üçün 0-a. Buradan hesablayanda 2, bu da -6, -4 plus x bərabər 0 və buradan x-i tapanda x bərabər müsbət 4. Deməli, bu birləşmədə karbon müsbət 4 oksidaşma dərəcəsi göstərir. Aha, bu isə 2 qat duzdur, 2 fərqli metal var. Natrium xrom sulfat duzudur. Buradan xromun oksidaşma dərəcəsini təyin edəcəyik. Natrium qələvi metaldır, müsbət 1-dir. SO4-də SO4 burada əsas bilməliyik biz. SO4 sulfat turşusunun qalığıdır. Neçə hidrogenini itirirsə turşu qalığının oksidaşma dərəcəsi onun sayına bərabər olur mənfisi ilə. 2 hidrogeni yoxdur yanında. Deməli burada SO4 2 mənfidir və bu zaman necə hesablayırıq? Bunu ortadan belə bölürük. Müsbətləri bir tərəfdə, mənfiləri bir tərəfdə. 2 vur -2 neçə eləyir? -4. Deməli, sağ tərəfdə cəbricə müsbət 4 olmalıdır. Müsbət 4 olması üçün, yəni 1 plus x bərabərdir müsbət 4-ə. Buradan x edir müsbət 3. Xromun oksidaşma dərəcəsi müsbət 3-ümüş. Yəni, burada turşunun özünü bilmək lazımdır bizə. Aha, sonra gəldik iyonlarda. Bəs biz molekullarda tapdıq. Bir də var iyonlarda oksidaşma dərəcəsinin tapılması. Ona aid də bir-iki nümunə izah edim. Bitirək oksidaşma dərəcəsinin tapılmağını. Məsələn, verib SO4 2 mənfi iyon. Deyir, burada düşürdün oksidaşma dərəcəsini hesabla. Aha, məlum burada nədir? Oksigen. Oksigen əsası necə götürürdü? -2. Bu 2 mənfi iyonun yüküdür. Yəni, bizi yanıltmasın. Bu zaman dedik, molekullarda necə idi tapmaq? İndeksi hərənin öz oksidaşma dərəcəsinə vurub cəbri cəmi 0-a bərabər edirdik. İyonlarda isə cəbri cəmi iyonun yükünə bərabər edirik. İyonun yükü 2 mənfidir. Deməli, cəbri cəmi 0-a yox, iyonun yükünə bərabər edəcəyik. Yəni, necə? 1x-ə vururam x, 4-ü -2-ə vururam, -8 işarəyə diqqət. Cəbri cəmi artıq 0-a yox, iyonun yükünə. Yəni, 2 mənfiyə, -2-yə bərabər edirəm. Buradan hesablayanda x bərabərdir müsbət 6. Bu bir qayda. Digər bir üsulla necə tapmaq olardı? Belə yazmamış şifahi. 2 mənfi demək 2 hidrogenini itirib. Yəni 2 hidrogeni əvvəldən qeyd edirəm yanına. Bu müsbət 1, bu da -2. 4-ü 2-yə vururam 8, 2-ni 1-ə vururam 2. 8-dən 2 müsbət 6 eyni nəticəni aldıq. Və yaxud başqa bir dənə iyon yazıram. Xlor O4 mənfi iyonu. Burada da yenə eyni qayda ilə xlor x deyirəm, oksigen -2, cəbri cəm bərabər edirəm iyonun yükünə. İyonun yükü -1-dir. 1-i x-ə vururam x, 4-ü -2-yə vururam -8, cəbri cəm bərabərdir iyonun yükünə, yəni -1-ə. Buradan x hesablayıram, edir müsbət 7. Deməli, xlor müsbət 7-ymiş. Və yaxud dediyim digər bir üsul nə idi? Başına neçə yazıb, üzərinə qüvvətinə mənfi. Deməli, 1 hidrogen itirib -1, o demək ki, 1 hidrogen itirib bu turşu qalığı. Və burada bu müsbət 1-dir, bu da -2-dir. 4-ü 2-yə vururam 8, 1-i 1-ə vururam 1, 8-dən 1 çıxıram, 7 ortadakının həmişə işarəsi dedik ki, müsbət olur. Bu şəkildə molekullarda və iyonlarda oksidaşma dərəcəsinin tapılmasını izah etdim nümunələr üzərində. Oksidaşma dərəcəsini rahat tapmaq üçün bunu mütləq və mütləq bilməliyik.